Babil mövzusunu davam etdiririk. Burada biz daha çox ümumiləşdirici, deməli, faktlardan danışacağıq. Təxminən eramızdan əvvəl 2-ci minilliyin əvvəllərində Amoreylər adlanan köçəri tayfalar Mesopotamiyaya hücum etdilər. Onlar Şumerləri məğlub edərək Fərat çayı üzərində Babil adlı şəhər dövləti qurdular. Hökmdar Hammurapinin hakimiyyəti dövründə, yəni 1792-1750-ci illərdə Babil Mesopotamiyanın böyük hissəsində nəzarəti ələ keçirmişdi. Hammurapi 282 maddədən ibarət qanunlar toplusu ilə məşhurdur. Bu toplu Şumerlərin qanunları əsasında hazırlanmışdır. Hammurapi qanunları sonraki dövrdə müxtəlif dövlətlər üçün də əsas olmuşdur. Cinayətlərə görə cəzalar ağır idi və onlar qurbanın sosial təbəqəsinə görə dəyişirdi. Bundan əlavə qanunlar qadınları və uşaqları ədalətsiz rəftardan qorumağa çalışırdı. Qanunlar hər kəsə şamil edilsə də, varlı və kasıb, kişi və qadın üçün fərqli cəzalar təyin edirdi. Qədim Mesopotamiyada cəmiyyət patriarxal idi. Kişilər üstün mövqeyə malik idi. Hammurapi qanunlarına görə kişilərə nisbətən qadınlar daha az imtiyaz və hüquqlara malik idi. Hammurapinin qanunları insanların həyatının demək olar ki, bütün sahələrini əhatə edirdi. Hammurapi qanunlarında dövlət məmurlarının vəzifələrini yerinə yetirməsi ilə bağlı ciddi tələblər var idi. Əgər qatillər tapılmasa, məmurlar öldürülən şəxsin qohumlarına cərimə ödəməli idilər. İnşaatçılar tikdikləri binalara görə məsuliyyət daşıyırdılar. Əgər ev uçub sahibinin ölümünə səbəb olurdusa, inşaatçı edam edilirdi. Əgər çökmə ev sahibinin oğlunun ölümünə səbəb olmurdusa, inşaatçının oğlu edam edilirdi. Ev inşaatçının hesabına yenidən tikilməli idi. Babil haqqında bu qədər. Diqqətinizə görə sağ olun.